Səni incidən insan niyə həyatına gəldi? Bəzən həyatımıza gələn insanları nemət deyil də cəza olaraq hesab edirik. Amma həmin insanlar bizim həyatımıza bizi xoşbəxt etmək üçün deyil, bizim əsl üzümüzü, əsl tərəflərimizi bizə göstərmək üçün gəlirlər. Bax, fərq buradadır. Sən sənin həyatına gələn insanlarda ancaq səni xoşbəxt edəcək məqamlar axtarırsan. Həyatıma gəlsin, məni xoşbəxt eləsin. Çünki məntiqsel olaraq düşünürsən və yalnız ora fokuslanırsan. Daxilimə baxmaq istəmirsən. Amma sistem bu cür çalışmır. Həyatımıza gələn insanlar bizə özümüzü göstərmək üçün gəlirlər. Əksi tərəflərimizi, düzəltməli olduğumuz tərəflərimizi göstərməyə gəlirlər. Xoşbəxtlik hardadır? Sən özünü harda xoşbəxt hiss edəcəksən, həmin insanlar sənin əksi olan tərəfləri sənə göstərdikləri an sən dərsini qəbul etdikdə, bax, o zaman sən xoşbəxt olacaqsan. Çünki sən artıq həqiqi özünü tanımağa başlayacaqsan. Və sən özünü tanıdıqdan sonra özünü sevməyə başlayacaqsan. Bax, əsl sevgi də buradadır. İnsan özünü sevdiyi an artıq Allahını da sevməyə başlayır. Allahı sevən bütün bəşəriyyət sevməyə başlayır. Və beləliklə sən həyatda o xoşbəxtliyin dadını almağa başlayırsan.